Ağstafada 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Heydər Əliyev mərkəzində keçirilən tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Azər Əmiraslanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli liderimizin adını daşıyan mərkəzin önündə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Dahi rəhbərin əziz xatirəsi böyük ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev mərkəzinin foyesində qonaqlar mərkəzin Heydər Əliyevin sənət adamlarına göstərdiyi qayğını əks etdirən eksponatlar, gənc rəssamların əl işləri və keşikçi Dağ Dövlət Təbiət Qoruğunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş qədim alətlərlə tanış olublar. Hesabat yığınacağı mərkəzin geniş salonunda Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, ötən 2025-ci il ölkəmizin müasir tarixində dövlət suverenliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun dərinləşdirilməsi və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırması baxımından xüsusi əhəmiyyət kəsb edib. Respublikamızın sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlər, regionların tarazlığının inkişafı, azad edilmiş ərazilərdə həyatın bərpası və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi baxımından möhtəbər prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Prezident Administrasiyasının məsul əməkdaşı Elvin Azadəliyev, Milli Məclisin deputatı Azər Əmiraslanov çıxışlarında Azərbaycanın bu inkişaf yolunun təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik konsepsiyası və güclü hüquqi dövlət ideyası dayandığını bildirib. Bu strateji xətti müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanın suverenliyi, milli maraqların və beynəlxalq suverenliyini qətiyyətlə qoruyaraq ölkəmizi regionun lider dövlətinə və dünyanın nüfuzlu dövləti ilə seçildiyini və çevrildiyini diqqətə çatdırıblar. Daha sonra Ağstafa Elektrik Şəbəkəsinin rəisi, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun məruzələri dinlənilib. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı aparatının sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sənəm Budaqova hesabat yığıncağının qərar layihəsini Ağstafa rayon İcra Hakimiyyətinin başçısının aparatının sosial-iqtisadi və memarlıq tikinti məsələlər şöbəsi müdir müavini, sosial-iqtisadi məsələlər informasiya təminatı və təhlil sektorunun müdiri Ziya Məmmədova hesabat yığıncağı iştirakçılarının adından möhtərəm prezidentimiz cənab İlham Əliyevə müraciət mətni diqqətə çatdırıblar. Kamran Eskiparalı, Sənan İsmailov, Səs TV Xəbər, Ağstafa.